Salam dəyərli izləyicilər, Dimin 20 sınaq kitabçasından növbəti, yəni 14-cü ümumi sınağın izahını edəcəm sizə. Başlayaq birinci sualdan. Ashoka, qədim Hindistan Chandragupta. 4 aslan heykəlinin hazırlatması bu padşah Ashokaya aiddir. Maurya sülaləsinin nümayəndəsi hər ikisinə aiddir. Hindistanın vahid dövlətdə birləşdirilməsi bu Ashokaya aiddir. Yunan, yəni eradan əvvəl 3-cü əsrin 2-ci yarısında birləşdirmişdi. Yunan Makedon işğalına qarşı mübarizə aparılması Chandraguptanın dövründə olmuşdu. Eradan əvvəl 4-cü yüzilliyin sonlarında hakimiyyətdə olması, eradan əvvəl 4-cü yüzilliyin sonları, bu da Chandraguptanın hakimiyyəti dövrünə düşəcək. Cavab 1-ə A, C, 2-yə D, Y, 3-ə B olacaq. D bəndi. İkinci suala baxırıq. Qədim Romada eradan əvvəl 5-ci yüzilliyin ortaları tarixinə aid olan hadisələri müəyyən edin. Plebeylərə ilk dəfə xalq tribunu seçmək hüququnun verilməsi, burada diqqətli olmaq lazımdır. Eradan əvvəl 5-ci əsrin əvvəllərinə düşəcək. 5-ci əsrin əvvəlləri. Ona görə götürməyəcəyik. 12 lövhə qanunlarının qəbul olunması, bəli, eradan əvvəl 5-ci əsrin ortalarıdır. Konsulların orduya rəhbərlik etməsi. Konsullar respublika dövründə, yəni eradan əvvəl 509-dan eradan əvvəl 27-ci ilə qədər, yəni bu da 5-ci əsrin ortaları da düşür. Ortalarına da düşür, götürürük. Padşahlıq idarə üsulunun mövcud olması bu eradan əvvəl 753-509-cu illərdir. Bu düşmür. Deməli, doğru cavab 2-3 A bəndi olacaq. Keçək növbəti 3-cü sual. Eyler-Venn diaqramı verilib. Birinci Göytürk dövləti, Qaraxanlı, Xəzər Xaqanlı dövlətləri. 10-cu əsrin 30-cu illərində İslamı rəsmi dövlət dini elan etmişdi. Söhbət 932-ci ildə Qaraxanlı dövlətindən gedir. Slavyanlarla mübarizə aparılması Xəzər Xaqanlığına aiddir. Elə 965-ci ildə də son qoymuşdu Slavyanlar Xəzər Xaqanlığına, Svyatoslav. Çinin asılı hala salınması bu 1-ci Göytürk dövlətindən Muğan Xaqanlı dövrünə düşür. Samanilər dövləti ilə mübarizə aparılması. Samanilər dövləti Qaraxanlılara aid olacaq. Qaraxanlılar, deməli bu da getdi, getdi Qaraxanlıya. Hakimiyyətdə olan sülalənin Aşina türk soyundan olması, Göytürklər, bəli. Qaraxanlılar Aşinanın Əfrasiyab soyundan gəlirdilər, qolundan gəlirlər, deməli ona da aiddir. Xəzər Xaqanlığı da özü də Göytürklərin Xəzərlər davamı hesab edilir. Onların davamçıları, yəni Aşina nəslindən hesab edirdilər özlərini. Deməli, hamısına aid olacaq Y. 1-ə C, 2-yə A, D, 3-ə B, 4-ə Y, B bəndi. 4-cü sual. Mezolit dövrünün paleolit dövründən fərqli, neolit dövrü ilə oxşar cəhətlərini müəyyən edin. Deməli, mezolit dövrünün paleolitdə olmasın, amma mezolit və neolitin oxşar cəhəti olsun. Hər ikisinin oxşar cəhəti. Əmək alətlərinin daşdan hazırlanması hamısının oxşar cəhətidir. Mikrolit alətlərdən istifadə mezolitdə başlayıb neolitdə də davam edibdir. Doğrudur. Paleolitdə olmayıb. İnsanların qəbilə icmasında yaşaması hamısının ortaq cəhətidir. Çünki üst paleolitdən başlayır. Mezolit, neolit davam edib. Əhalinin əkinçilik və maldarlıqla məşğul olması da mezolitdə başlayıb. İndiyə qədər də davam edir. Deməli, bu da aid olacaq. Paleolitdə olmayıb. Daşların cilalanması və deşilməsi təkcə bunların üçündən təkcə neolitdə olub. Bunu götürmürük. 2-4 B bəndi. Albaniya və Atropatena dövlətlərinin eradan əvvəl 1-ci əsrin 1-ci yarısı və 30-cu illəri tarixinə aid ümumi cəhət. Hər ikisində də Roma ilə mübarizə aparması. Baxaq variantlara. Roma imperatorlarının yürüşlərinə məruz qalması. İmperator dediyinə görə eradan əvvəl 27-ci ildən başlayır. 395-ci ilə qədər bizim eran davam edibdir. Burada isə eradan əvvəl 1-ci əsrdir. Yəni düşmür imperiya dövrünə. Bu çox tez-tez verilən suallardır, çaşdırıcı suallardır. Parfiya dövləti ilə müttəfiq olması yox.
Atropatenanı götürə bilərik, amma Albaniyanı yox, Parfiyanın müttəfiq olması. Selevkilərin hücumuna məruz qalması. Bu dövrdə artıq Selevki dövləti yox idi. Maqneziyadan sonra dağlar, eradan əvvəl 190. Alanların hücumuna məruz qalması. Yəni, bu dövrdə alanlar yürüş eləməyibdi. Bizim eranın 1-ci, 3-cü əsrlərində yürüş ediblər. Alanlar Roma Respublikası ilə mübarizə aparılması. Bəli, bu doğru cavab olacaq. Roma Respublikası bayaq deməli qeyd etdim. 509 eradan əvvəl 509 27-ci illərdə eradan əvvəl 27. Deməli, Pompeyin yürüşü, Lukul və Pompeyin yürüşü Atropatenaya, Pompey Albaniyaya eradan əvvəl 66-65-lərdə yürüş etmişdi. 30-cu illərdə Atropatenaya yürüş edib Antoni 36-da eradan əvvəl məğlub olub, Kanidi isə eradan əvvəl həmin ildə 36-da Albaniyaya yürüş edərək qalib gəlmişdi. Növbəti sual. Baxaq. Albaniya dövlətin hökmdarları Urnayır, Urnayır və Asuagen. 4-cü əsrin 40-cı illərində hakimiyyətdə olması. Bunun hakimiyyətini qeyd edək bura. 313 371. Asuagenin hakimiyyət ili isə götürə bilərik 5-ci əsrin 1-ci yarısı. 4-cü əsrin 40-cı illərində hakimiyyətdə olması görürük ki, Urnayra düşür. Qolt vilayətinin geri qaytarılması bu 387-ci ildədir. Deməli, Urnayra düşmür. Sasanilərlə birlikdə Romaya qarşı mübarizə aparması 359, Amit 371 Dizrav döyüşlərində mübarizə aparmışdı. Mehranilər sülaləsinin nümayəndəsi olması, Mehranilər 630-da gəliblər hakimiyyətə, 630-705 deməli bu səhvdir. Mədəni islahatlar həyata keçirilməsi. Asuagen bəli, mədəni islahatlar, məktəblər açdırmışdı, yeni əlifba tərtib etmişdi. Paytaxtın dəyişdirilməsi bu ikinci vadisəyə aiddir. Paytaxtı Bərdəyə köçürmüşdü. Yeni Alban yazısının yaradılması. Bayaq qeyd etdik, yeni yazı yaratmışdı. Bizansla müharibə aparılması ona aid deyil. Bizansla müharibə aparılmıyor. 1-ə Asiya, 2-yə Asiya olacaq D bəndi. Birinci Dünya müharibəsi illərində AXC-nin həyata keçirdiyi dövlət quruculuğu tədbirlərini müəyyən edin. Birinci Dünya müharibəsini dəqiq bilmək lazımdır, gününə qədər. Deməli, 1914-də hələ AXC yaranmamışdı. 1918-ci il noyabrın 11-nə qədər. Noyabrın 11-nə qədər. İndi baxaq. Bu dövrdə AXC-nin həyata keçirdiyi, bax, burada da qeyd edilir, dövlət quruculuğu tədbirlərini müəyyən edin. Azərbaycan vətəndaşlığı haqqında qanun verilməsi 1919 avqust ayıdır. Müəssislər Məclisinə seçkilər haqqında əsasnamənin verilməsi 1919 iyul ayıdır. Üçrəngli dövlət bayrağının qəbul edilməsi bu 1918 9 noyabrdır. Ki versiyası düşüb, bu noyabrın 11-də müharibə başa çatıb deməli üçün götürəcəyik. Taxıl malqara və digər ərzaq məhsullarının ölkədən çıxarılmasının qadağan edilməsi 18-ci il iyun ayıdır. 1918 iyun ayı. Bu tarixə düşür, amma diqqətli olmaq lazımdır. Şagirdlərin ən çox diqqətsizlikdən xəta etdikləri səhv olur bu tip suallarda. Deməli, niyə götürmür? Çünki bizdən dövlət quruculuğu soruşur. Burada isə taxıl malqara, digər ərzaq məhsullarının ölkədən çıxarılmasının qadağan edilməsi yazılıb. Ona görə götürməyəcəyik. Əlahiddə Azərbaycan korpusunun yaradılması 1918 26 iyun. Əslində bu ordu quruculuğudur, amma burada dövlət quruculuğu kimi qiymətləndirilir. Əgər ordu quruculuğunu dövlət quruculuğu kimi qiymətləndirsək, o zaman 3-5 olacaq. Cavab A bəndi. Gilgilçay yaxınlığındakı döyüşə aid olan xüsusiyyətləri müəyyən edin. Gilgilçay döyüşü 1810-cu ildə baş veribdir. Quba xanlığında baş verən üsyan nəticəsində və burada da Şeyx Əli xan ruslara qalib gəlmişdi. Şeyx Əli xan qalib gəlmişdi. Rus qoşunlarının məğlub olması, bəli,
18-ci əsrin sonlarında baş verməsi 19-cu əsrin əvvəlləridir. Quba üsyançılarına Əhməd xan səhvdir. 19-cu əsrin ilk rübündə baş verməsi 19-cu əsrin ilk rübünə düşür. 1801-1825-dir ilk rübü. İlk iki Rusiya-Qacar müharibəsi arasındakı dövrdə baş verməsi, iki Rusiya-Qacar deyil. İki Rusiya-Qacar arasındakı dövr Gülüstandan başlayır 1813-dən. İkinci Rus-Qacar müharibəsinin başlanması, yəni 1826 olması lazım idi. Amma biz görürük ki, birinci Rus-Qacar müharibəsi dövrünə düşür. Deməli, bu aid olmayacaq. Doğru cavab 1-4 D bəndi. Bizdən də aid olanları soruşur deyə cavab 1-4 olacaq. 9-cu suala baxaq. Uyğunluğu müəyyən edin. 19-cu əsrin 40-cı illərin ikinci yarısında Azərbaycanda keçirilmiş islahatlar. İnzibati aqrar islahatlara baxırıq. Söhbət 1840-cı illərdəki ikinci yarısı, yəni 1845-1849-cu illəri nəzərdə tutur. İkinci yarısına diqqət etmək lazımdır. Getdik. 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndliyə 5 desiatın yararlı torpaqların verilməsinin nəzərdə tutulması 47-ci il kəndli əsasnaməsidir. 1847. Kəndli əsasnaməsi aqrar islahata aid olacaq. 2-yə A götürəcəyik. Xəzər vilayətinin ləğv olunması 40-cı ildə Gürcü Milliyetçi quberniyası Xəzər vilayəti yaradılır. 46-cı il 14 dekabrda da ləğv edilir. 1846 düşür bu da. B-də inzibati islahata götürəcəyik. Mülkədarların kəndlilər üzərində polis və məhkəmə hüququnun ləğv edilməsi. Bu 1865 kənd cəmiyyətləri haqqında qanundur. Düşmür heç birinə. İrəvan quberniyasının yaradılması 1849-dur. Bu da düşür inzibati islahat olaraq 1-ə. Sahibkar kəndlərin feodal asılılığından azad edilməsi 1870-ci ildir. Bu da heç birinə aid deyil. Deməli, doğru cavab 1-ə B-dir, 2-yə A olacaq. D bəndi. Növbəti xəritə sualı. Xəritədən fərqləndirilən xanlıqlara aid ümumi cəhətləri müəyyən edin. Ulduz olan yer, deməli, bura Qarabağ xanlığıdır. Qarabağ. Burada Urmiya xanlığıdır. Bizə nə lazımdır? Ümumi cəhət. Qarabağ və Urmiya xanlıqlarına aid. İrəvan xanlığının asılı hala salınması Pənahəli xanın vaxtında Qarabağ salmışdı. Urmiya xanlığı da Qarabağın özünü, daha sonra İrəvanı və Şəkini də asılı vəziyyətə salmışdı. Bir oxşardır ikisinə də. Quba xanlığına qarşı ittifaq yaradılması. Qarabağ yaradıbdı Quba xanlığına qarşı ittifaq, amma Urmiya olmayıbdı. Məhəmməd Həsən xan Qacarla mübarizə aparılması. 1757 Xatın Arxı döyüşündə Qarabağ mübarizə aparıbdı. Qalib gəlib, ancaq Urmiya 1759-cu ildə Məhəmməd Həsən xandan asılı vəziyyətə düşmüşdü. Yəni, mübarizə götürürük. 19-cu yüzilliyin əvvəllərində daxili müstəqilliyini saxlaması. Qarabağ 1822-ci ilə qədər daxili müstəqilliyini, Rusiyanın tərkibində daxili müstəqilliyini saxlayır. Urmiya xanlığı da Qacarlar dövlətinin tərkibində daxili müstəqilliyini saxlayıbdı. Şəki xanlığı ilə ittifaq müttəfiq olması bayaq dedik, Quba xanlığına qarşı Şəki ilə müttəfiq olubdu, amma Urmiyada elə bir şey görməmişik. 1, 3, 4 E bəndi. Səfəvilər dövlətinin 17-ci yüzilliyin 60-cı illəri və 18-ci yüzilliyin 2-ci 10 illiyi tarixinə aid ümumi cəhət. Biz burada nəyi bilə bilərik? Həmin dövrlərə aid ümumi cəhət. 1667-ni götürə bilərik. Rusiya ilə ticarət müqaviləsi imzalanması. 18-ci yüzilliyin 2-ci 10 illiyində də həmçinin 1717-ci ildə yenə də ticarət müqaviləsi imzalanmışdı Rusiya ilə İsfahanda imzalamışdı burada İsfahanda. Rus tacirlərinə imtiyazları verilmişdi, bəli. Ruslarla müharibənin baş verməsi, müharibə olmayıb. Yəni birinci müharibə 1853-62-ci illər, yəni 60-cı illərdə müharibə baş verib, amma 1710-cu illərdə olmayıb, ona görə səhvdir. Osmanlı dövləti ilə müqavilə imzalanması yoxdur.
Rusiya ilə ticarət müqaviləsinin imzalanması bayaq dedik. 1-4 A bəndi. Qəzvin şəhərinin Səfəvilər dövlətinin paytaxtı olduğu dövrə aiddir. Deməli, Qəzvin şəhəri 1555-ci ildən 1598-ci ilə qədər illər arasında. Azərbaycanın vahid halda birləşdirilməsi prosesinin başa çatması bu 1551-ci ildə Şəki hakimliyinin ləğvi ilə birləşdirilməsi iləndir. Niyazabad döyüşündə Osmanlı Krım qüvvələrinin məğlub edilməsi 1583-cü ildə Səfəvilər qalib gəlmişlər. Biz də görürük ki, düşür həmin tarixi cavab B olacaq. Şah 1-ci Abbasın Təbriz şəhərinin Osmanlılardan azad etməsi 1603, Amasya sülhünün imzalanması 1555. Onu qeyd edək ki, Amasya sülhü imzalandıqdan sonra, müharibə bitdikdən sonra paytaxt köçürülmüşdü. Ona görə də bu D aid olmayacaq. Şah 1-ci Abbasın Xorasanı Şeybani işğalından azad etməsi olacaq. Şah 1-ci Abbasın Xorasanı Şeybanilərin işğalından 1599-cu il. Deməli, bu da olmayacaq. Növbəti sual 13-ə baxırıq. Alman imperiyasına aid olan xüsusiyyətləri müəyyən edin. Birinci imperiyanın tarixini yazaq. 1871-1918. Otto von Bismarck 71-də qurur, imperiya yaradır. 18-ci Birinci Dünya müharibəsinin başa çatması ilə başa çatır. Şlezvig və Holşteynin Danimarkadan geri alınması. Bu 1864-dür. 1864. Deməli, aid olmayacaq. İldırım sürətli müharibə planı hazırlanması 1905 Şlifven tərəfindən düşür. Sadova döyüşündə Avstriyanın məğlub edilməsi 1866 düşmür. Rusiyanın San Stefano sülhündən bəhrələnməyə imkan verilməməsi 1878. Bəli, bu da aiddir. Tannenberg döyüşündə Rusların məğlub edilməsi 1914 Birinci Dünya müharibəsində. Bəli, Ruslar bu döyüşdə məğlub edilmişdir. 1-4-5. Bizdən nə soruşur? Alman imperiyasına aid olan xüsusiyyətləri müəyyən edin. Daha doğrusu 2-4-5. Mən də deyirəm, niyə cavab çıxmadı? 2-4-5. Azərbaycan SSR-də 20-ci yüzilliyin 20-30-cu illərində həyata keçirilən mədəni tədbirlərdən deyil. 20-30-cu illərində həyata keçirilən mədəni tədbir. Yenə də diqqət edirik mədəni tədbirə 1920-30-cu illərdə. Bakıda Şərqin ilk konservatoriyası fəaliyyətə başlanmışdı. Bəli, bizdən aid deyil deyir. Savadsızlıqla mübarizə komitəsinin yaradılması 1923 aiddir. Birinci İttifaq Türkoloji Qurultayı 1926 aiddir. Bakı Sabunçu elektrik dəmir yolunun çəkilməsi bu da 1926-dır, ancaq aid deyil. Nəyə görə? Çünki elektrik dəmir yolu mədəni tədbir deyil, iqtisadi, sosial-iqtisadi tədbir götürə bilərik. Sosial yox, iqtisadi tədbir kimi götürə bilərik. SSR Elmlər Akademiyasının Azərbaycan filialının təsis edilməsi 1935, bu da aiddir. Cavab D olacaq. 15-ci sual. 15-ci yüzilliyin ikinci yarısında Avropada, yəni 1451-1500-cü illərdən söhbət gedir. Fransa İngiltərəyə qalib gəlib ərazilərini azad etdi. 1453-cü il 100 illik müharibə. Bəli, Fransa qalib gəlir. İngiltərədə hakimiyyətə yeni sülalə gəldi. Yeni sülalə 1485 yaza bilərik. Tudorlar sülaləsi hakimiyyətə gəlir. Bəli. Osmanlılar Zigetvar qalasını ələ keçirdi. 1566 Sultan Süleymanın öldüyü döyüş idi. Bu düşəcək 16-cı əsr, artıq o illərə düşmür. Aralıq dənizində ticarət üstünlüyü Venesiya və Genuyanın əlinə keçdi. Bu 11-13-cü əsrlərdir. Xaslı yürüşləri ona görə düşmür. Bizans imperiyasının varlığına son qoyuldu. 1453 Osmanlılar tərəfindən 1-2-5 cavab D bəndi. Uyğunluğu müəyyən edin. Tiflis, Xalq Cümhuriyyətinin Tiflis dövrü Gəncə dövrü. Qeyd edək bura Tiflis dövrü.
1918 28 may davam edib 16 iyun. Gəncə dövrü 1918 16 iyun davam edib 17 sentyabr. Bakı azad edilənə qədər. Osmanlı dövləti ilə ilk dəfə diplomatik əlaqələrin yaradılması 1918 4 iyun Batum müqaviləsi qeyd edə bilərik, düşür 1-ə. Təbriz şəhərində konsulluğun açılması 1920-ci ilin martındadır. Heç birinə aid getmir. Naxçıvan general qubernatorluğunun yaradılması 1919-un fevralındadır. Heç birinə aid olmur. Azərbaycan Dövlət Bankının yaradılması 1919-un sentyabrındadır. Milli ordunun yaradılması 1918 26 iyun. Baxırıq 26 iyunda Gəncə dövrünə aid olacaq. Deməli 1-ə A, 2-yə B yox. Y olacaq bura. 1-ə A, 2-yə Y. Cavab D bəndi. Niştat sülhünün Rusiya üçün nəticələrini müəyyən edin. Niştat sülhü 1721-ci il. Şimal müharibəsində Rusiya qalib gəlir. Baltik dənizindən çıxış əldə edir. Bir də Rusiya imperiyaya çevrilir. Qara dənizdə hərbi donanma saxlamaq hüququ qazandı. Bu 1791-ci ildə idi. 1774 kiçik qaynarca sülhü ilə artıq Qara dənizə çıxış əldə etmişdi. 1774. Ölkə başçısının çar titulunu qəbul edilməsinə şərait yaratdı. Bu 1547-ci ildədir. Bu da aid olmayacaq. 1547. Yəni bunlar səhvdir. 1, 4 cavab B bəndi. Dehli Sultanlığına aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Şəmsəddin Eltutmuş Xarəzmşah Cəlaləddinə sığınacaq verdi. Eltutmuşun hakimiyyət illəri 1311 1336-cı illərdir. Xələclər sülaləsinin o dövrdə vermişdi. Xələclər sülaləsinin hakimiyyətinin başlanması 1390-1320-ci illərdir. 90-da başlayıb. Sultan Əlaəddin Monqol hücumunu dəf etməsi, o da 1296-da hakimiyyətə gəlmişdi. 1296-1316-cı illərdə onun hakimiyyət illəri. Deməli, doğru cavab 1, 2, 3 olacaq. 1, 2, 3. Variantlar bu biri tərəfdədir. 1, 2, 3. Y bəndi. Xronoloji ardıcılığı tamamlayan bəndləri müəyyən edin. Qarabağ əyalətinin yaradılması. Xanlıq ləğv edilir 1822-ci ildə və bununla da əyalətə çevrilir. Əyalətin yaradılması. Qarabağ qəzasının yaradılması 1840-cı ildə əyalətlər ləğv edilir. Gürcü İmretiya quberniyası Xəzər vilayəti yaradılır. Xəzər vilayətinin 7 qəzasından biri də Qarabağ qəzası idi. İrəvan indi 2 ilə 4-ə hansı da gedə bilər? İrəvan quberniyasının yaradılması 1849. Bu düşəcək. Deməli 49 düşəcək 4-ə. 4-ə olacaq. Çar Rusiyasının Şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi 1829-cu il. O da düşəcək, B də düşəcək, hara? 2-yə. Şirvan Şamaxı əyalətinin yaradılması. Şirvan Şamaxı xanlığı ləğv edilir 1820-ci ildə. Düşmür heç birinə. Almanların Cənubi Qafqaza köçürülməsinə başlanması 1817 heç birinə düşmür. Şəki xanlığının ləğv edilməsi 1820-ci il. Daha doğrusu 19. 1819-cu il. Bu da düşmədi. 22-dən sonra B-dir. Demək 2-yə B, 4-ə A. Cavab C bəndi. Rəşidi xəlifələri dövrünə aid xüsusiyyəti müəyyən edin. Rəşidi xəlifələri 632 661.
Frank dövləti ilə mübarizə aparılması bu 732-dir. Əməvilərin dövrünə düşür. Ərəbistan yarımadasının tamamilə fəth edilməsi, bəli, bu Rəşidi xəlifələrin dövrünə düşür. Xəlifə Muaviyyə tərəfindən idarə olunması, Xəlifə Muaviyyə artıq 661-də Əməvilər sülaləsinin nümayəndəsində. Alban hökmdarı Cavanşir ilə diplomatik əlaqələr quran da elə. Bu da Muaviyyə olmuşdu 667-670-ci illərdə. Piriney yarımadasında Veskotların məğlub edilməsi, bu da 711 Əməvilərin dövründən düşəcək. Cavab B. 21-ci sual. Xəritə. Xəritədə fərqləndirilən dövlətlərin 11-ci əsrin 60-cı illəri tarixinə aid ümumi cəhəti müəyyən edin. 11-ci əsrin 60-cı illəri Şirvanşahlar götürə bilərik. Bu da Rəvvadilər dövləti. Bu Şirvan, bu da Rəvvadi dövlətini götürə bilərik. Şirvanşahlar 60-cı illərdə götürə bilərik. 1066-cı ildə Səlcuqlardan asılı vəziyyətə düşür. Rəvvadilər də 1065-ci ildə Səlcuqlar tərəfindən süquta uğradılmışdı. Müstəqil dövlətçiliyin sona çatması bizdən nəyi soruşur? Ümumi cəhət. Ümumi deyirsə oxşar götürməliyik. Rəvvadilər hə, amma Şirvanşahlar dövlətçilik başa çatmamışdı. Asılı vəziyyətə düşürlər. Sultan Toğrulun qüvvələri ilə mübarizədə məğlub olması artıq Sultan Toğrul deyil, Sultan Alparslan idi. Böyük Səlcuq dövləti ilə mübarizə aparılması. Bəli, Alparslanla mübarizə aparıblar hər ikisi də. Eldənizlər dövləti ilə müttəfiq olması, hələ Eldənizlər dövləti yaranmamışdı. 1136-da yaranıb. Gürcü Çarı 4-cü Davidin yürüşü də 12-ci əsrin 20-ci illərindən düşür. 1120-ci illər heç birinə aid deyil bu dövr üçün. Cavab C. Həştadsər döyüşlərinin oxşar xüsusiyyətlərindən deyil. Döyüşləri qeyd edək. 829, bir də 836-cı ildə hər ikisində də Xürrəmlər qalib gəlmişdi. Bizdən deyil, oxşar xüsusiyyətlərindən deyil. 9-cu əsrin 20-ci illərində baş verməsi oxşar deyil. Biri 36-da baş veribdi, 30-cu illərə. Xürrəmlərin qalib gəlməsi oxşardır. Xəlifə Möhtəsimin qüvvələrinin məğlub olması. Birincidə Məmun məğlub olmuşdu. Oxşar deyil, bu da. İkincidə Möhtəsim məğlub olmuşdu. Babək ilə Ərəb qoşunlarının komandanı Afşin arasında baş verməsi. Birincidə Afşin olmayıbdı. Ona görə götürürük. 9-cu əsrin 2-ci rübündə baş verməsi. 2-ci rüb deyir burada. Deməli, rüb bilirik ki 25 ildir. 2-ci rübdə olacaq. Əslində 826-dan 850-yə qədər 50-də daxil olmaqla. Bu 2-ci rübdür. Birinci rüb isə 801 825-ci illərdir. Bu da birinci rübdür. 25-25 gedib bir əsr 4 rübdən ibarətdir. Deməli, bu da oxşar cəhətdir. Hər ikisi də ikinci rübə düşür deyə götürmürük. 1, 3, 4 cavab Y bəndi. Baxırıq. 23. Elxani hökmdarı Qazan xan və Cəlairi hökmdarı Şeyx Üveysin oxşar xüsusiyyətlərini müəyyən edin. Əmir Teymurun hücumunun qarşısının alınması. Şeyx Üveys mübarizə aparıb, heç onun da dövrünə düşmür. 1354-74-cü illərdir. Yəni Teymurla qarşılaşmayıbdı heç biri. Bizdən nə soruşur? Oxşar xüsusiyyətini soruşur. Yəni heç birinə aid deyil. Qazan xan isə artıq 1304-cü ildə hakimiyyətdən getmişdi. Şirvanşahlar dövlətinin asılı hala salınması. Qazan xanın vaxtında asılı idi. Yəni o asılı hala salmamışdı. Şeyx Üveys isə 1367-ci ildə asılı vəziyyətə salmışdı. O oxşar deyil. Uğurlu islahatların həyata keçirilməsi. Hər ikisi də bəli, islahatlar həyata keçirilmişdi. Dövləti gücləndirəcək addımlar atılması, bəli, hər ikisinə aiddir. Yeni şəhərin salınması isə Qazan xana aiddir. Mahmudabad şəhərini saldırmışdı. Amma Şeyx Üveysdə elə bir şey yoxdur. Cavab 3, 4. Xəritə sualı. Xəritədə ərazisi ulduzla fərqləndirilən dövlətlərin 20-ci yüzilliyin 40-cı illəri tarixinə aid ümumi cəhətləri müəyyən edin. Bura Türkiyədir. Türkiyə. Burada Yunanistan.
1940-cı illərdə ABŞ-dən iqtisadi və hərbi yardımların alınması, bəli, Truman Marshall planları əsasında yardımlar almışdı. Kipr adası uğrunda müharibə aparılması 60-cı illərdə, daha doğrusu Kipr məsələsi 50-ci illərdə başlayır. 74-də artıq Türkiyəyə qoşun yeritmişdi. Bu 40-cı illərə düşmür. Sovet təhlükəsinə qarşı tədbirlərin görülməsi, həmin ABŞ-ın yardımı elə Sovet təhlükəsinə qarşı idi. İqtisadi möcüzələrin baş verməsi Yunanıstanda, biz Yunanistan tarixini ilə də dərindən keçmirik. Ancaq Türkiyədə də iqtisadi möcüzə Turgut Özalın dövrünə düşür 80-ci illərə. Deməli, cavab olacaq 1-3. Xronoloji ardıcılığı müəyyən edin. Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəkliklərin azad edilməsi 2018-ci ildir. Lələtəpə yüksəkliyi aprel döyüşlərində ələ keçirilmişdi. 2016 Qarabağ Dirçəliş Fondunun yaradılması Vətən müharibəsindən sonra, yəni 2021-də yaradılmışdı. Xronoloji ardıcılıq olacaq burada. 2-1-3. 2-1-3. Uyğunluğu müəyyən edin. Heydər Əliyevin birinci prezidentlik dövrü. Bunu qeyd eləyək bura. Siz birinci prezidentlik. Heydər Əliyevin birinci prezidentlik dövrü 1993-98. Bu birdir. İkinci, İlham Əliyevin ikinci prezidentlik dövrü 2003-də gəlir. 2008-də başlayır ikinci prezidentlik dövrü. 2013-cü ilə qədər. Gedək. Azərbaycan Respublikasının qoşulmama hərəkatının tam hüquqlu üzv olması 2011-ci il. Baxırıq hansına düşür? 2011. Bu İlham Əliyevə düşəcək. Yəni 2-yə A olacaq. Konstitusiyaya ilk dəfə əlavə və dəyişikliklərin edilməsi. 95-də konstitusiya qəbul olub. İlk dəfə dəyişiklik isə 7 il gəlir üstünə 2002. 2002 baxırıq. Heç birinə düşmür. Bakı Novorossiysk neft kəmərinin istifadəyə verilməsi 1997. Baxırıq düşür 1-ə. Bakı Tbilisi Ərzurum qaz kəmərinin işə salınması 2007. Heç birinə düşmür. Bakıda Böyük İpək Yolu Beynəlxalq Konfransının keçirilməsi. Bu 1998 sentyabr. Bu tarixlərdə ayları da bilmək lazımdır. Çünki indi biz 98 sentyabr Heydər Əliyevin də hakimiyyəti, ikinci hakimiyyəti 98 oktyabrın 11-də başlayır. Yəni birinci hakimiyyəti dövrünə düşür. Birinci prezidentlik dövrünə. Deməli, cavab 7 olacaq 1-ə. Deməli, cavab olacaq 1-ə SY, 2-yə A. Cavab 1-ə SY, 2-yə A. Keçək situasiya sualına. Kraliça İngilis tacirlərinin maraqlarını hərtərəfli müdafiə edirdi. Moskva şirkətinin şərqdə, xüsusilə Səfəvilər dövləti ərazisində fəaliyyətinə dəstək verirdi. O, eyni zamanda İngilis dəniz quldurlarını və səyyahlarını da müdafiə edirdi. İngiltərənin əsas rəqibi olan dövlətin gəmilərinə kraliçanın əmri ilə hücumlar edilirdi. Həlledici döyüş isə 16-cı yüzilliyin 80-ci illərində baş verdi. Söhbət La-Manş döyüşündən gedir 1588-ci ildə və məğlub edilmişdi hansı dövlət? İspaniya. İspaniyada 4-də yerləşir. Cavab olacaq 4 burada. 4-ü qeyd edəcəyik. Digər suallara baxaq. Mənbədə haqqında bəhs olunan kraliçanın iqtisadi siyasətinin əsas cəhətlərini müəyyən edərək yazın. Proteksionizm, söhbət burada 1-ci Yelizavetadan gedir. Onu da qeyd edək. Yelizavetadan söhbət gedir. Teodorlar sülaləsinin sonuncu nümayəndəsi əmniyyət istəklərindən dövr sayılırdı. Deməli, proteksionizm siyasəti, proteksionizm bu nə deməkdir? Dövlətin himayəçi, ticarəti, sənayeni himayə etməsi deməkdir. İkinci isə İngilis mallarının ixracına şəraitin yaradılması. Bunları deyə bilərik. Bu iki nəticəni, iki cəhəti deyə bilərik.
30-da deyir, mənbəyə əsasən İngiltərənin rəqibi olan dövlətlə mübarizənin nəticələrini müəyyən edərək yazın. İspaniya ilə mübarizədə qalib gəlir və bu qələbə nəticəsində Avropada güclü dövlətlərdən birinə çevrilir. Həmçinin müstəmləkə və dəniz ticarətində üstünlüyü ələ almış olur İngiltərə. Bu qədər əziz dostlar. Növbəti izahlarda görüşərik.